Martın 5-dən etibarən Bakıda Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 17 yaşadək qadın futbolçulardan ibarət milli komandamız məşq prosesinin son mərhələsinə yekun vurub. B liqasının 3-cü qrupunda yer alan təmsilçimiz bu etapda Sloveniya, Farel Adaları və Belçikalı həmyaşıtları ilə maçlar üçün sabah Sloveniyanın Čatež-ob-Savi şəhərinə yola düşəcək. Çempionata olduqca ciddi hazırlaşdıqlarını bildirən yığmamızın baş məşqçisi Nərgiz Qurbanova qarşıdakı vacib görüşlərlə bağlı fikirlərini bölüşüb. Qarşıda bizi Sloveniya şəhərində ilk oyunumuz Belçika komandası ilə gözləyir. Belçika komandası A qrupunda dəfələrlə çıxış edib. Təbii ki, biz bunu nəzərə almışıq ki, rəqibin heyətində kifayət qədər fiziki və texniki tərəfdən güclü oyuncular var. Amma buna baxmayaraq əlimizdən gələni etməyə çalışacağıq. Təlim məşq toplanışına 2011-ci il qızlar daha çox dəvət etmişik. Təbii ki, bu onlar üçün belə deyək də çətin olacaq, ilk oyunları olduğu üçün Avropa çempionatında. Amma əminəm ki, onlar üçün də böyük təcrübə olacaq. Yığmamızın üzvləri İradə Əsədli və Aysu Əsədova isə yarışla bağlı bunları deyiblər. Bu mənim ilk Avropa çempionatımdır və çox qürur verici hissdir. Əlimdən gələnə yaxşısını edəcəm. Bu cür komandalara qarşı oynamaq çətin olsa biz əlimizdən gələnə yaxşısını edəcəyik. 5 gün Bakı zborunda olmuşuq və Sloveniyaya yollanacağıq. Yaxşı nəticələrinə geri dönmək istəyirik. Qrupumuzda Belçika, Sloveniya və Farel Adaları düşüb. İlk oyunumuz Belçika iləndir. Rəqib dəfələrlə A qrupunda iştirak edib və heyətində kifayət qədər çox sayda yaxşı oyuncuları var. Təbii ki, bizim üçün ağır oyun olsa da, əlimizdən gələn ən yaxşısını etməyə çalışacağıq. Xatırladaq ki, qitə turnirinin seçmə mərhələsində 20 futbolçu ilə iştirak edəcək millimizin ilk oyunu martın 12-si Sloveniyanın Kuşko şəhərinin Matija Gubča stadionunda Belçikaya qarşı olacaq.